Ümumiyyətlə, insanlar belədir ki, şayə və hər hansısa bir söz insanların ürəyində o dəqiqə təsirə malik olur. Bax, bunu diqqətlə qulaq asın, əzizlər. Ona görə də batil olsalar da, bax, diqqət eləyin bu sözümə, batil söz olsa da, insan elə bir məxluqdur ki, onu şəkkə salır. Çox maraqlı deyil bu. O cəhətdən qeybət haramdır. O cəhətdən söz gəzdirmək, böhtan haram. Bax, böhtan ki bir şey deyir də, niyə bu qədər haram? Məsələn, qeybət barəsində elə pis hədislər var, pis yəni şiddətli hədislər var. Niyə? Çünki insan elə bir vardır ki, tez inanır. Deyilən sözə tez inanır. Bax, bu çox qəribə bir şeydir. Yəni, inanın ki, sizlər, inanın ki, bax, ən sevdiyiniz adamlar barəsində, məsələn, atanız, ananız barəsində, məsələn, ananız barəsində, bibiniz otursun sizə, qeybət eləsin nəyi var ki, siz yox, o şeydən xəbəriniz yoxdur. İnanın ki, ananızdan görəcəksiniz ki, ananıza qarşı ikrah hiss edirsiniz. Belə, bilirsiniz necə? Deyərsiniz ki, ay müəllim, elə olmaz. Bax, mən sənə bir söz deyim, əqlin başqadır ya, əqlin deyəcək elə olmaz. Amma bir hissin var ki, o təxəyyülündür, orada şəkillər dolanacaq. Bax, inanın buna inan. Mən hətta bir dəfə bunu tələbələrinin eksperiment kimi eləmişəm. Deməli, mən özüm istəyirəm bunu biləsiniz. Ona görə də bəzən, bunu ona görə deyirəm ki, tarixdə Peyğəmbər bəzi belə şeylərə qarşı Peyğəmbər çox amansız olurdu. Həm dincəlir, amansız olur. Qeybət barəsində çox pis sözlər deyir. Böhtan barəsində, şər barəsində, söz gəzdirmək barəsində. Siz deyərsiniz ki, bu gəzdirsin. Qoy mənim barəmdə nə danışır? Belə demə. Mənim barəmdə nə danışırlar, danışsın demə. Sənin o el arasında var ya, qələmini qırarlar. Yəni, elə eləyərlər ki, sən hər gözdən düşərsən. Sən elə bilmə ki, böyüklüyü saxlaya bilərsən. Düzdür, əlin bir yerə çatmasa, Allah sənə kömək eləyər. Amma bir yerə qədər də özün çalışmalısın. Çünki insanlar elədilər ki, şayəyə daha çox inanırlar, nəinki reallığa, həqiqətə. Və buna inanın. Və mən sizə bir eksperiment deyim, siz özünüz də təəccüblənəcəksiniz buna. Dərsimizin hissəsidir, əziz tələbələr. Mənə heç kəs deməsin ki, müəllim, tarix dərsimiz qalıb. Mən elə tarixi buna görə keçirəm. Ümumiyyətlə, mənim məqsədim sizə tarix öyrətmək deyil. Mənim məqsədim tarix fonunda həyat öyrətməkdir, din öyrətməkdir. Və bunu əvvəl demişəm, yenə deyirəm. Mənim məqsədim sizə tam da tarix öyrətməkdir. Çünki kitabda siz yoxsa həftədə bir dəfə bu dərsi keçirəm. Siz 4 həftəyə, 5 həftəyə bu kitabı bütöv qutara bilərsiniz mütaliə ilə. Əgər tarixçi olmaq istəyirsə, buyurun kitab oxuyun. Və sizə dedim ki, bizim Hikmət Tədris Mərkəzinin 18-20-yə yaxın dərsləri var. Onların içində Şahlar Şərifov tarixçidir, özü fəlsəfə üzrə doktordur. O, həm Peyğəmbərlərin həyatını, həm imamların həyatını, həm İslam Peyğəmbərinin həyatını, həm dinlər, məzhəbləri hamısını A-dan Z-yə keçib. Kim istəyirsə, bax, oran qulaq asın. Mən isə tarixi vasitə qərar vermişəm ki, bu həqiqətləri öyrədim sizə. Deyim ki, elə tarixi də, özü yadınızdaca mən dedim ki, tarixi bir dəfə də belə oxumaq lazımdır. 3 cür oxumaq var, biri də belə oxumaqdır. Qoy bir dəfə mən də bunun dərsini deyim ki, qoy bu tərəfindən də biz bilmiş olaq. Mənim tələbələrlə bir dəfə bir dərsdə idi. Mən bir misal çəkirdim. O misalda deyirdim ki, onlara bir həqiqəti başa salmaq istəyirdim. Bir misal çəkirdim. Həmin o tələbənin adı Elmir idi. Elə bütün negativ məsələləri Elmirin üstündə aparırdım. Deyirdim ki, bax, biz təsəvvür ki, belə deyirik, Elmir razı olmur. Biz də deyirik, ay Elmir, sən nə üçün razı olmursan? Sən onu belə etkinən, Elmir amma razı olmur. Və mən orada elə bir obraz yaratmışdım ki, Elmir ancaq negativ məsələlərə köklənən adam idi və yəni pis obraz idi də Elmir. Hardasa bir 15-20 dəqiqə danışdım. 15-20 dəqiqə danışdım. Məsələni tam aydınlatdım hamıya ki, bildiniz indi necə olur? Yaxşı. Üzümü çevirdim lövhəyə tərəf. Gördüm ki, özümdə də belə bir şey az da olsa oldu. Qayıtdım mən təzədən tələbələrə qarşı. Dedim ki, uşaqlar, Elmirə qarşı nəsə hiss edirsiniz, bir dəqiqə diqqətli olun. Hamı bir nəfər kimi etiraf elədi ki, Elmirdən zəhləmiz gedir. Halbuki o mənim o canlandırdığım bir şeylərdir. Yəni mən obraz qurmuşam orada, Elmir obrazı, ondan danışam. Amma hamının niyə bu Elmirdən zəhləsi gedir? Halbuki Elmir orada heç bir iş görmür və hamımız bilirik ki, belə təsəvvür edirsiniz, yanımızda ola bu senari qurur. Və hamımız bilirik ki, kinolar bir müəllifin təxəyyülündən başqa bir şeydir. Amma biz kinolara o qədər diqqətlə baxırıq. Onlar kinonun sujet xətti ilə biz hissləri
dəyərimiz aşağıya yuxarı enir. Pik həddini aparır bizi, oradan endirir aşağı. Gah ağladır, gah güldürür, gah həyəcanlandırır, gah qorxudur. Halbuki onlar hamısı səhnənin arxasında kameraların, rejissoru, nə bilim, filan kəslərin müşahidə altında baş verən hadisələrdir. İnsan sentimentaldır. İnsan təsirlənəndi deyə o dəqiqə təsir edir. Ona görə də onların Peyğəmbər barəsində dedikləri, başqa bir söz deyim, deyərsiniz ki, Allah niyə gəlir hər şeyə cavab verir? Bax, indi görəcəksiniz ki, Peyğəmbərə deyirdilər, dəlidir, məcnundur, gəlirdi, Allah ona cavab verirdi. Ey Peyğəmbər, deyilən ki, məsələn, özləri belədilər. Peyğəmbər, sənə qarşı belə deyənlər bilsinlər ki, sən mələyə belə. Bax, bu şeylə hamısı Allah gəlir cavab verir. Biz deyə bilərik ki, ilahi, nəuzubillahi, ilahi biraz fövqdə qal. Hər kəsin dediyinə cavab verməyə tələsmə. Olardı da, deyir məcnundur. Sən nə üçün cavab verirsən? Bir dəfə dedilər kahindir, Allah tez ona cavab verir. Bir dəfə indi mən oxuyacağım ayələri. Bilirsiniz niyə? Bilirsiniz niyə? Axı Allah istəyir ki, bəndələrini tez qoymasın getməyə. Qoymasın. Axı insan tez təsirə düşəndir. İnsan tez təsirə düşəndir. 2 dənə söz eşidəcək, 2 dənə mənfi söz eşidəcək və salam, qırıldı, qurtardı bu adam. Yəni onun barəsində getdi. Hətta bu peyğəmbər olsa da. Allah bilirdi ki, Peyğəmbər barəsində onlar eşitsələr ki, məcnun, dəli, onların beyni qarışacaq, deyəcəklər məcnun və dəli və kahin. Bax, belə olacaqdır. Bax, buna diqqətli olun, insan faktorudur bu. Ona görə də mən həmişə demişəm, əvvəl dərslərimizdə də, indi tarix dərsində yeni tələbələr var yəqin. Hamınız bizim əqaid əxlaqın tələbələridir. Siz yəqin burada da təzə tələbələr var. Onlar da eşitsinlər ki, bəzən Quranda elə şeylərə Allah gəlir, danışır, münasibət bildirir, filan qissəni, tarixi nəql eləyir Allah, nə bilim, elə misallar çəkir. Hətta elə misallar çəkir ki, bilirsiniz ki, Allah mütəala deyir ki, mən özüm bu misalları çəkirəm. Allah belə misallar çəkməzdən utanmaz. Niyə elə deyir? Yəni, Allah fərqindədir ki, insanların bəhs edəcək ki, ilahi, bu nə misallardır? İlahi, niyə o hadisəni nəql edirsən? Nə qədər zəruridir? Məsələ bundan ibarətdir ki, çünki müxatəbi insandır. Hansı insan? Sentimental, yəni təsirlənən, tez deməyim, tez təsirlənən, sözdən təsirlənən bir varlıqdır. Bir. İkinci də ki, bu varlığı kəramətli etmək istəyir. İstəyir ki, o varlıq bütün potensialına sahib olsun. Ona görə də aləmlərin Allahı məcburdur ki, Quranda bax, bu şeylərin hamısına cavab versin. Bəziləri ona görə də özlərini belə elit, kul hesab eləyən şəxsşünaslar gəliblər və yaxud da mən özüm eşitmişəm ki, deyiblər ki, bu Quranda oxursan, gedək biz Quran oxuyaq. Açırsan ki, ay Yusiflə Züleyxa belə-belə elədilər, o buna belə dedi, bu ona elə dedi. Ay Süleyman Peyğəmbər gəldi, quşlarla belə danışdı. Ay o belə. Baxırsan ki, nağıl kitabıdır, nəuzubillah. Bunlar belə deyil. Deyir, baxırsan ki, onunla şəhvətə aid olan bir hadisəsi, bundan nə bilim, nə hadisəsi. Aynı başa düşmür ki, onlar akademik kitab axtarır. Elm əhlidir, fəlsəfə oxuyub, nə bilim, dünya alimlərini mütaliə eləyib, indi alimdir də, alimdir. Gəlir, açır oxumağa, akademik bir şey axtarır, bir də görür ki, burada qissələrdən danışır. Başa düşmür ki, Quran elm kitabı deyil. Quranda elmi məsələlər də var, amma elm kitabı deyil. Quranda tibbə aid məsələ var, amma tibb kitabı deyil. Quranda astronomiya aid məsələ var, amma astronomiya kitabı deyil. Bəs nədir? Quran hidayət kitabıdır, hidayət. Hidayət nədir? Sənin ruhuna bağlıdır. Sənin ruhuna bağlıdırsa, o sənin ruhunla işləyir. Deməli, o qissələrin sənin ruhunda təsiri var. Ona görə də sən elə qissəni oxu. Sən elə onu oxu, alim. Akademik şey axtarma. Akademiliyi geçən akademiyada axtar. Geçən başqa kitablarda axtar. O sənin elmini artıracaq. Hansı elmini? Hüsuli elmini artıracaq. Sən ged onu orada axtar. Din bu deyil. Lazım olsa bu sözlərdən də danışar. Amma bunlar çox sadə məsələlərdir. Bunlar çox sadə məsələ. Sən islah olmalısan. Sən nəfsini parçalamalısan. Sən həqiqəti hüzurən anlamalısan. Gör buna gücün çatır. Kitab oxuyub, kitab əzbərləyib, sıradan alimlərin tapdığı, nə bilim, hansısa elmi kəşfləri bilməyə nə var ki? Nə var alim olmağa? Alim olmağa nə var? Görüm arif ola bilərsən? Görüm nəfsinə qalib gələ bilərsən? Quran ancaq insana kömək eləyə bilir. Ona görə insan Quran oxuyanda, Qurana müraciətini, o insanın ruhunu ilmə düzəldir. O insanın ruhunu təhsilə, o insanın zehnini səhmana salır.
Sən də gəlirsən burada, sən səhv başa düşmüsən. Sən elə başa düşmüsən ki, Quran, sən ancaq hədəfin budur axı. Gedim baxım görüm orada akademiklə. Sən burada elm axtarma əzizim. Quranda sən elm axtarma, var elm, amma sən ancaq elm axtarma. Sən Qurandan hidayət axtar. Sən başa düşməlisən ki, Quran nə? Ona görə də çox maraqlıdır. Siz bu sözü eşitmisiniz. Eşitmisinizsə bir də diqqət edin. Allah bəzi misallar çəkir. Sonra başa düşür ki, bəziləri deyəcəklər ki, buna bax Allah necə misal çəkib. Sonra deyir ki, mən bunun fərqindəyəm. Sonra belə deyir də, deyir ki, Allah belə misal çəkməkdən çəkinməz, utanmaz. Niyə? Deyir, yəni demək istəyir ki, mən fərqindəyəm, amma sənin ehtiyacın var deyə belə misallar çəkirəm. Sən anlayasan deyə misal çəkir. Yəni bu kitab ariflərə nazil olsaydı başqa cür olacaqdı. Mələklərə nazil olsaydı başqa cür olacaqdı. Bu kitabın özdə batini də var. İndi İrfan dərsində olanlar bilirlər, biz bunlardan danışırıq. Bizim elə keçən dəfəki mövzumuz da budur. Bu kitab elə bir kitabdır ki, Peyğəmbəri də qane eləyir, imamları da qane eləyir. Çünki batininin batini var. Amma sən gəlsən onun zahirinə baxsan, deyirsən ki, burada nağıl danışır. Biz doğrudan da Quranda çoxlu qissələr. Qissə həmin o nağıl yəni nəql edilmişlərdir də. Yusifin hadisəsi, onun hadisəsi, bunun hadisəsi. Buna qissə deyirlər. Nağıl sözü də əslində nəql olunma mənasındadır da. Nəql eləyiblər onu. Danışıblar, deyiblər. Bunlar da nağıl ona görə deyirlər ki, nağılın əsası yoxdur axı. Əsası yoxdur, bunlar da belə. Amma elə deyil, elə deyil. Sən Qurana başa düşməmsən, ona görə sən onu zəif görsən. Nəysə, sözümüz budur ki, Allah gəlir hər bir şeyə cavab verir. Niyə cavab? Xahiş edirəm ki, əzizlər. Bax, görürsünüz, könül tarixi danışa-danışa gəlirdi, mən qulaq asırdım. Gəldi o elə çatdı ki, usta, siz keçən dəfə dediniz ki, deməli, burada bir psixoloji nüans var. Aha, mən orada diqqət, aha, o psixoloji nüans necədir? Necə başa düşdüm? Çünki tarixi siz gedib kitabdan oxuya bilərsiniz də. Ona görə də mən həmişə hesab eləyirəm ki, tarix dərsini kitabdakı qədərcə danışmaq, yəni adamın vaxtını alır. Müəllim gərək belə etməsin və yaxud da ki, nə bilim, yəni bu biraz, əgər bu qədərdirsə adam ona nə üçün həftədə bir dəfə vaxt ayırsın ki? Elə bu dərslərdə siz həmin o nüanslara diqqətli olmalısınız. Ona görə də Allah bax burada görürsünüz gəlir onların bütün dilindən danışdıqlarını hamısını nəql edir. Deyir ki, onlar deyirdilər, görəsən o Allaha qarşı özündən yalan uydurur, yoxsa bir dəliliyi var. Bax belə şeyləri oxuyanda biz deyəcəyik ki, yəni məsələn hansısa bir imansız da, yəni dindar olmayan şəxsşünas deyəcək ki, bu kitab ancaq elə Peyğəmbərin dönəmindəki bədəvi ərəblərin düşüncəsini yazır. Vallah belə deyil. O bədəvi ərəbin düşüncəsi olsa da 7-ci əsr ərəbinin, amma insanlıqdır. Allah onu ona görə Quranında gətirir ki, o bütün insanlığa aiddir. Görün sən nəyi deyirəm? İnanın buna. O təkcə bədəvi ərəbə aid olsaydı, bu ümumbəşər qlobal bir kitab olmazdı. 100 ildən sonra o da mahiyyəti dəyişilərdi, köhnələrdi. Amma Quran qiyamətə qədər insanlara hidayət kitabıdır. Bunu öz ayələrində də biz oxuyanda görürük. Niyə? Bəs axı mövzuya baxsan ki, ancaq oradan danışır da. Bədəvi ərəblər onu Peyğəmbərə belə dedilər, Allah da gəldi ki, Peyğəmbər onlara de. Onlara de. Nə de? Denən ki, o belə deyil, o elə deyil. Biz indi, məsələn, şəxsşünas belə deyir. Biz gəlib indi Peyğəmbər dönəmində, 7-ci əsrdə bir dənə bədəvi ərəblər düşüblər, Peyğəmbərin üstünə sözlər deyiblər, Peyğəmbər də ona cavablar verib, indi 21-ci əsrdə bizə deyirlər ki, bu söhbətləri oxuyun. Elə deyil, əzizim. O söhbətlər deyil. Onun al, sən nə qədər bəsirətsizsən, sən başa düşmürsən ki, mövzu odursa da ana xətt başqadır. Sən filmə baxanda heç belə düşünmürsən. Sən bir insan senaristin çəkdiyi filmdə heç vaxt sən oradakı o səhnələrdə ilişib qalmırsan. Bir dəfə məhəbbət səhnəsidir, bir dəfə nə bilim qəşəng geyim səhnəsidir, bir dəfə nə səhnəsi, nə sən heç vaxt ona ilişib qalmırsan, ana xətti izləyirsən. Hə? Sənin həmişə filmlərdən bilirsən hansı film xoşuna gəlir, sonu naməlum bitən filmlər sənin daha çox xoşuna gəlir. Niyə? Sən deyirsən ki, müəllifə əhsən məni düşünməyə vadar eləyib burada. Deməli, mən hər şeyi axırda verib Hindistan kinosu qurmayıb da orada, belə eləməyib. Yaxşı bir filmdir ki, bu məni düşünməyə vadar eləyib. Məni orada sujet xəttinin əsiri eləməyib. Məni düşünməyə vadar eləyib, məni ana xətti tapmağa vadar eləyib. Görürsən, həmişə səni belə filmlər daha çox
xoşuna gəlir. Və ya da sən bədii əsərlər oxuyanda belə əsərləri daha çox sevirsən. Nəinki o süjetlərin içində səni aparıb axırda da düzdür. Bəs onda Quranda niyə belə ana xəttə baxmırsan? Nə üçün ilahi konsepsiyada ana xətti izləmirsən? Mövzuların zahirinə baxırsan. Müşrik ona belə dedi, Allah ona belə cavab. Nə üçün sən ana xəttdə olan insanı tutmursan? Allah orada psixologiya açıb. Allah orada ruhu açıb. Amma kimin simasında? Müşriklərin, nə bilim, yahudilərin, xaçpərəslərin, münafiqlərin, möminlərin, nə bilim, müxtəlif təbəqələrin simasında Allah həqiqətləri gündəmə gətirib. Sən ana xətti kənara qoyursan, formada obrazlara baxırsan, formada bu belə dedi, o elə dedi. Sən tarix kimi baxırsan Qurana. Sən tarix elə bil baxırsan ki, baxım görüm, hə, bunların axırı nətər oldu. Sən tarix kimi baxma əzizim. Tarix olsaydı Allah o tarix kitabı deyil. Quran tarix kitabı deyil. O bütün tarixlərin hamısını nəql eləyir ki, ana xətti tutasan. Məsələnin hədəfini, o diqqət mərkəzində olan şeyi tutasansa. Ona görə də, əgər elə olmasaydı, o ümumbəşəri qlobal bir kitab olmaz. Köhnələrdir. Köhnələrdir. Tarix köhnələrdir. Ona görə də dini anlayıb, hədəfini aldı. Bəziləri deyir ki, mən indi özüm girib oxuyacağım, görüm nə var. Sən başa düşməyəcəksən. Sən əvvəldən sənə din nədir, Quran nədir, ilahi konsepsiya nədir, hədəf nədir, məqsəd nədir, yol nədir anlayıb, sonra girməlisən Qurana. Sən belə olmasa Qurana girsən, sən o qədər kitablar oxumusan, nə bilim, bədii əsərlər oxumusan ki, onların ab-ı havasındasan ki, sən görəcəksən ki, bu Quranın ab-ı havası mənim xoşuma gəlmir. Çünki Quran daha dərin məsələlərə toxunuldu. Quran daha ciddi bir konsepsiyadır. Bax, bu məsələləri istəyirdim ki, deyəm biləsiniz. Bax, bu çox mühüm məsələdir. İnanın ki, böyük kişilərin, alimlərin, belə deyim, qəflətdə olduğu məsələdir. Vallahi, Allaha and olsun ki, böyük şərqşünaslar məhz bu səbəbdən dinlə uzaqdılar. Onlar Quranı oxuyublar, bizdən də çox oxuyublar, 50 dəfə oxuyublar. Amma onun o tarix kimi mütaliə ediblər deyə orada akademik şey görməyiblər və orada belə deyim, tarix, qissə, nə bilim, o nağılları daha çox ilişib qalıblar. Ona görə də onlar üçün Quran o qədər də ciddi bir kitab deyil. Onların yanında Qurandan danışanda qoyur kənara. Məsələn, götürürlər hansısa bir İslam aliminin bir əsərini daha ciddi bilirlər, nəinki Quran. Halbuki bu İslam alimi Allahın Quranının yanında nə deyə bilər ki? Amma bu İslam alimi bir mövzuda götürüb akademik şəkildə işləyib deyə bu onu daha ciddi bilir, amma Quranı daha ciddiyə almır. Bu ona görə də ki, o başa düşmür. Yəni Quranda nə varı başa düşmür.